Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz bugünkü dərsimizdə nəhayət minyət feilini pristavkaları ilə bir yerdə öyrənəcəyik. Nəhayət deyirəm, çünki bu feili çoxdan məndən istəmişdi bəzi izləyicilər. Beləliklə vaxt itirmədən keçirik dərsimizə. İlk feillər minyət və minyət feilləridir və baza feilləridir. Bu hamınıza tanışdır. Bu bir şeyi dəyişmək deməkdir. Misal üçün, я недавно поменяла место работы. Mən təzəlikcə iş yerimi dəyişmişəm. Və yaxud da мы хотим поменять старую мебель на новую. Biz köhnə mebeli yenisinə dəyişmək istəyirik. Burada na новую deməsək də olar, eləcə мы хотим поменять старую мебель. Biz köhnə mebeli dəyişmək istəyirik. Yəni bir şeyi götürüb yerinə başqa bir şeyi gətirməkdən söhbət gedir. Əgər bu feilə siyah hissəciyini artırsaq, orada mütləq iki nəfər arasında olan bir şeydən söhbət gedər. Misal üçün, мы поменялись местами. Biz yerlərimizi dəyişdik. Mən durdum onun yerində oturdum, o da durdu mənim yerimdə oturdu. Növbəti feil обменивать, обменять feilləridir. Bu feil bir şeyi digər bir şeyə dəyişməkdir, amma necə? Mübadilə yolu ilə. Yəni mən bunu verirəm, əvəzində başqasını götürürəm. Misal üçün, я обменяла свой планшет на ноутбук. Mən planşetimi notebooka dəyişdim. Planşetimi verdim və notebooku götürdüm. Sual yaranır. Поменять feilini işlətmək olmaz, işlətmək olar. İki cümlədə göstərəcəm onu. Yaxşı olar ki, поменять feilini işlədiriksə bu cür işlədək. Я поменяла свой планшет. Bəllidir ki, mən planşetimi dəyişdim və başqa bir planşet əldə elədim. Amma yox, buradakı cümlə kimi qursaq, я поменяла свой планшет на ноутбук. Burada məna ondan ibarətdir ki, bəli, mən planşeti satdım və notebook aldım. Amma обменятla fərqi nədir? Обменятdə qarşılıqlı iki tərəflə, yəni razılığa gəlinir. Bir nəfərdə notebook var, məndə isə deyək ki, planşet var. Mən planşeti verirəm, o da mənə notebooku verir. Fərqi yoxdur. Mən planşetimi satıram və ya da o da notebookunu satır. Və biz razılaşırıq öz aramızda. Mən ona planşetimi verirəm, o da mənə notebooku verir. Yəni bu hallar üçün ona görə biz mübadilə ediriksə, mütləq обменять feilini işlətməliyik ki, düzgün olsun. Yenə bu feilə siyah hissəciyini artıranda творительный падежlə işlədə bilərik, eyni mənaya çıxır. Misal üçün, мы обменялись книгами. Biz kitablarımızı dəyişdirdik. Yəni mən ona öz kitabımı verdim, o da mənə öz kitabını verdi. Обменивать və обменять feili digər hallarda işlənir, haçan ki biz valyutanı dəyişirik. Misal üçün, нам нужно обменять доллары на манаты. Bizə dolları manata dəyişmək lazımdır. Burada da поменять feilini işlədə bilərik və düzgün də olar. Нам нужно поменять доллары na manаты. Amma yaxşı olar ki, yenə də valyutadan danışırıqsa, обменять feilini işlədək. Çünki nəticədə bir valyutanı verib yerinə başqa bir valyuta əldə edirik. Növbəti feil заменять, заменить feilidir. Birinci mənası çox asandır, əvəz etmək deməkdir. Misal üçün, я заменила начальника на вчерашнем совещании. Mən müdürü dünənki iclasda əvəz etdim. İkinci mənası da yenə əvəz etmək və dəyişmək mənasındadır. Misal üçün, в ванной сломался кран. Нужно заменить его на новый. Hamam otağında kran xarab olub, onu təzəsinə dəyişmək lazımdır. Yəni təzəsi ilə əvəz eləmək lazımdır. Əlbəttə, danışıqda əziz izləyicilər çox rahatlıqla bu kontekstdə поменять feilini işlədə bilərsiniz və danışıqda поменять feili çox işlənir elə bu kontekstdə. Заменить daha formal, yəni rəsmi formadır. Belə düşünün, harasa bir yazı ilə falan müraciət eləsəz, burada заменить feilini deməyiniz daha doğru olar. Заменить ümumiyyətlə öz-özlüyündə nəyi bildirir? Funksional olaraq onu əvəz etmə. Misal üçün, kranın funksiyası nədir? Oradan su axsın. Yəni bu kranı dəyişib yerinə başqa bir kran qoyuram, funksional olaraq onu əvəz edir. O da eyni funksiyanı görəcək.
və onu əvəz etməkdir. Yəni ümumiyyətlə bu cür kontekstlərdə çox rahatlıqla pomenять də işlədin, заменить də işlədə bilərsiniz. Digər feil менять, сменить feilidir. Bu da təbii ki, dəyişmək deməkdir. Amma burada fərq nədir? Sırayla dəyişməkdən söhbət gedir. Misal üçün, мы уже полчаса говорим об этом. Давай сменим temu. Biz artıq yarım saatdır ki, bundan danışırıq. Gəl mövzunu dəyişək. Yəni burada nədir? Sıralama var. Bayaqdan başqa bir mövzudan danışırıq. Gəl indi başqa mövzuya keçək. Və yaxud da başqa bir cümlədə. Они сменили 3 квартиры за последние 5 лет. Onlar bu son 5 ildə 3 mənzil dəyişiblər. Yəni necə ediblər? Bir mənzili götürüb dəyişiblər, sonra o birisinə keçiblər. Sonra onu dəyişib başqasına, yəni köçüblər. Yəni burada sırayla dəyişmək var. Yəqin ki, aydın oldu. Çətin deyil yadda saxlamaq. Sıralama ilə dəyişmək varsa, sменить feilini işlədirik. Hətta smena sözünü bilirsiniz. İşdə. Yəni növbə ilə işləmək. Düzdür? Nəyə görə smena deyirik? Çünki növbələmə var. Birinci növbə bitir, sonra ikinci növbə, sonra üçüncü növbə və s. Növbəti feil разменивать, разменять feilidir. Adətən pul haqqında danışanda işlədirik, çünki xırdalamaq deməkdir. Misal üçün, можете разменять 100 manatов по 20. Yəni 100 manatı 20 manatlığa xırdalaya bilərsiniz. Asandır yadda saxlamaq. Əsas burada nəyə fikir veririk? Biz istənilən pulu xırdalamaq istəyiriksə, neçə manatlıqla xırdalamağını istəyiriksə, mütləq po işlətməliyik. Və po'dan sonra mütləq винительный падеж gəlməlidir. Yəni bilirik, po predloqundan sonra dativный падеж gəlir. Amma belə olan hallarda rəqəmlə işlədəndə biz винительный падежи işlədirik. Po 20 manatov, po 2 manata и так далее. Və son feilimiz, son deyirəm əziz izləyicilər, ümumiyyətlə bu менять feili də, digər feillər də rus dilində pristavkalar geniş mövzudur və mütləq ki, başqa pristavkalarla da var. Amma bunlar köhnəlmiş variantlardır. Bunlar aktiv işlənilməyən variantlar olduğuna görə ehtiyac yoxdur onların hamısını deyək. Yəni bizim üçün bu indiki gündə, indiki zamanda rus dilində менять feili ilə hansı pristavkalar aktual olaraq işlənirsə, o pristavkaları biz bu dərsdə öyrənirik. Deməli, sonuncu feilimiz isə olur изменять, изменить feilidir. Bu feil də dəyişməyi bildirir, amma nəyi dəyişməyi? Adətən abstrakt şeylərdə biz işlədirik, yəni əllə tutula bilməyən, gözlə görülə bilməyən, mücərrəd olan şeylərlə işlədirik və burada odur ki, o şey özü yerindədir. Orada biz bir transformasiya edirik. Misal üçün, deyirəm ki, я решила изменить свою жизнь. Mən öz həyatımı dəyişməyə qərara gəldim. Həyatımı başqa şeyə dəyişmirəm. Həyatım yerindədir. Orada bir transformasiya eləmək qərarına gəldim. Aydındır? Yəni, olan bir şeyin içində dəyişiklik eləmək. Və yaxud da, погода изменила все мои планы. Hava mənim bütün planlarımı dəyişdi. Burada da eyni formada plan olaraq qalır, amma artıq planımın forması dəyişdi. Ora müəyyən bir dəyişikliklər gəldi. Misal üçün, mən çıxıb gəzəcəkdim, indi başqa bir plan qurdum. Və bu feillərdə də siyah hissəciyini işlədə bilərik. Misal üçün, у меня изменились планы. У меня изменилась жизнь. Bundan da başqa, изменять, изменить feili xəyanət etmək deməkdir. Xəyanət etmək adətən sevgi münasibətlərindən söhbət gedir və özündən sonra gəlir dativный падеж bu halda. Например, он изменил своей жене. Она изменила своему mужу. Bu qədər əziz izləyicilər, ümid edirəm bu dərs sizin üçün faydalı oldu. Sonda yenə çalışmamız var özümüzü yoxlamaq üçün. Sağ olun, növbəti dərslərdə görüşənədək.